Salam dəyərli izləyicilər. Mövzumuz hidrosferdir. Hidrosfer dedikdə yerdə olan bütün suları düşünə bilərsiniz. Hidrosfer yerin su örtüyüdür. Hidrosuz sfera təbəqə deməkdir. Hidrosferə atmosferdə, yəni havada olan sular, litosfer, yəni yerin altında olan sular, həmçinin yerin üstündə olan bütün sular, yəni okean və dənizlər, quruda olan şirin və şor sular, buzlaqlar, atmosferdə olan su dənəcikləri, litosferin üst hissəsini öpən yeraltı sular, yəni ağlınıza gələ biləcək bütün sular hidrosfer təbəqəsinə aiddir yerin. Və bu suyun da 96,5% okean və dənizlərdir, 1,8-i buzlaqlar, 1,7-si yeraltı sulardır. Cəmi 0,1% isə yerüstü sular, yəni çaylar, göllər, su anbarları və bataqların payına düşür. Yerdə olan bütün bu suyun 97%-i şor sudur, yəni duzludur. Cəmi 3% isə şirin sudur. Bu 3% şirin suyun da onsuz da böyük bir hissəsi Şimal Qrenlandiya və Cənubi Antarktidada olan buzlaqlarda olan sulardır. Yəni şirin su ehtiyatımız çox azdır. Ona görə də ondan qənaətlə istifadə etmək lazımdır. Hidrosferin yaranmasında belə bir belə deyək, elmi məlumatlara görə yerin yaşı 6-7 milyard ildirsə, suyun yaşı 4,5-5 milyard ildir və hal-hazırda istifadə etdiyimiz su elə 4,5-5 milyard il öncə yaranan sudur. Deməli 4,5-5 milyard ildir ki, bu su var. Yəni illərdir təzələnərək biz bunu istifadə edirik. Bizdən sonrakı nəsillər də yenilənərək həmin suyu yenə istifadə edəcəklər. Və suyun yaranması ilə bağlı belə bir fikir qəbul olunub. Hidrosferdə toplanan suların yaranmasında vulkanizm prosesi nəticəsində yerin daxilindən qalxan su buxarı mühüm rol oynayıb. Yəni yer kürəsi bir planet kimi yarandıqdan sonra onun daxilində, yəni mərkəzində daha ağır maddələr toplanmışdı. Həmin maddələr arasında baş verən reaksiyalar nəticəsində yerin daxilində temperatur artmışdı və yer kürəsində ay erası başlamışdı. Yəni kütləvi vulkan püskürmələri. Yerdə kütləvi vulkan püskürmələri baş vermişdir. Həmin o vulkan püskürməsi zamanı yer səthindən su buxarda çıxırdı. Daha sonra o ilkin bazalt qatından ibarət yer qabığı yarandı. Yerdə temperatur bir qədər aşağı düşdü. Həmin o su buxarı su damcılarına, yəni buludlara çevrildi, atmosfer yarandı, ilk yağış yağdı. Nəticə etibarilə ilk okean Pantalasda belə yaranıb. Nəticə etibarilə deməli suyun yaranmasında əsas rol nə olub? Vulkanizm olub. Yəni vulkan püskürməsi zamanı səthə çıxan su buxarı sonradan kondensasiyaya məruz qalıb, yəni su damcılarına çevrilib, yağış şəklində yerə yağıb. Daha sonra deməli bu su buxarı maye hala keçərkən təbii ki, uçucu maddələri də həll eləyib və mineral məhlula çevrilib. Həm su, burada ən əsas vacib məqam budur, həm də onun tərkibində olan duzlar mantiyadan ayrılıb. Deməli, su da, duz da mantiyadan ayrılıb və suyun təbii ki, müasir kimyəvi tərkibi illər ərzində yerin quru sahələrindən axan çaylardır, biosferdir, atmosferdir, bunların iştirakı ilə formalaşıb. Daha sonra isə bu mantiyadan qızmar kütlənin səthə çıxması ilə vahid dünya okeanı nisbətən hissələrə parçalanıb. Yəni ilk öncə Sakit okean və Şimal Buzlu okeanının mərkəz hissələri əmələ gəlib. Ona görə də dünya okeanının ən qədim hissələri bu hissələrdir. Daha sonra isə Atlantik və Hind okeanı yaranıb. Ona görə də Atlantik və Hind okeanları cavan okean hesab olunur. Yəni sahələri böyüyən okeanlardır. Həmçinin bu ilk quru olan Pangea, Lavrasiya Qonvana yarılmışdı. Onların arasında isə Teslis okeanı mövcud olmuşdu. Hidrosferdə toplanan suların əmələ gəlməsində kosmosdan gələn meteoritlərin də, yəni kosmosdan gələn sular da mühüm rol oynayıb. Bu hardasa 15 sm su layı yaradıb. Həmçinin yerdən 230-250 kilometrə qədər hündürlükdə yeni su molekulları. Bilirik ki, su molekulu hidrogen və 2 hidrogen və 1 oksigen atomundan ibarətdir. Həmin atomlar birləşərək deməli su molekulunu yaratmışdır. Beynəlxalq dünya okeanının ən qədim yerləri Sakit okeanının mərkəz hissələridir və bu məsələn Atlantik okeanının isə kənar hissələridir, materik sahili ərazilərdir. Ən cavan yer haradır? 0,5 milyon il yaşı olan divergent sərhədlər. Yəni havaların bir-birindən ayrıldığı yerlər dünya okeanının ən cavan yerləridir. Bu da 8-ci sinif coğrafiya dərsliyində elə mantiyadan qızmar kütlə səthə çıxıb, daha doğrusu vulkanizm nəticəsində yaranıb da, yəni ilk su ondan bəhs edir. Suyun fiziki kimyəvi xassələrinə baxaq. Ora aiddir temperatur, duzluluq, şəffaflıq, səs dalğalarının suda yayılması. Okean suyun temperaturu nədən asılıdır? Suyun temperaturu təbii ki, coğrafi enlikdən, qurunun təsirindən, okean cərəyanlarının təsiri, daxili küləklərin təsiri, suyun dərinliyi və ilin fəslindən asılıdır. Coğrafi enliyin təsirinə baxaq. Coğrafi enliklərə görə temperatur necə dəyişir?
Ekvatorial ərazilərdə, yəni 5-10 dərəcə şimal enliklərində okeanlar az sahətdir. Ona görə də sular çox qızır. Orta illik temperatur olur 27-14 dərəcə Selsi. Ekvatordan şimala və cənuba doğru getdikcə isə suyun orta illik temperaturu da azalır. Əslində biz bilirik ki, tropiklərdə radiasiya da çox idi, günəş işığı yəni çoxdur, amma onun əsas hissəsi buxarlanmaya sərf olunduğuna görə biz deyirik ki, ekvatordan şimal və cənuba doğru orta illik temperatur azalır. Qütblərdə isə -1, -2 dərəcə Selsidə artıq okean suyu donur. Normalda sıfırda və sıfırdan aşağıda verdikdə adi su donur. -1, -2-yə qədər niyə düşür? Çünki duzlu olduğuna görə sular -1, -2 dərəcə Selsidə donur. Dərinliyə doğru da temperatur dəyişir. Suyun 20 metr dərinliyə qədər olan hissəsi, elə səthdə temperatur necədirsə, suyun 20 metr dərinliyə qədər də temperatur elə olur. Daha sonra il ərzində okeanın 1000 metrə qədər olan hissəsi qızır. 1000 metrdən aşağıya doğru temperatur aşağı düşür. 3000-4000 metrdə isə, yəni ondan da daha dərin hissələrdə okean suyun temperaturu 2-3 dərəcə Selsi olur. Nə ondan az, nə ondan çox. Daha sonra baxın, ilk bu 20 metrlik hissə onsuz da səthdə temperatur necədirsə 20 metr dərinliyə qədər də elə olur. Daha sonra 1000 metrə qədər dərinliyə olan ərazilər qızır. Səthin temperaturuna görə qıza bilir. Və 1000 metrdən aşağıya doğru temperatur aşağı düşür. Hardasa 3000, 4000, 5000 metr dərinlikdə isə artıq okean suyun temperaturu stabil qalır. Yəni 2,5, 2,8, 3, maksimum 5-ə qədər də, yəni 3-4 dərəcə Selsi olur deyə bilərik. Okean suyunun temperaturu qütbyanı ərazilərdə təbii ki, səthdə temperatur qütbdə daha aşağıdır, çünki buz var. Məsələn, Şimal Buzlu okeanı. Səthi buzdur, ona görə də -4. Daha sonra dərinliyə doğru getdikcə isə temperatur artdı və 4-5 min metr dərinlikdə isə artıq temperatur stabil olaraq 3-4 dərəcə Selsi olur. Bu nəyə görə belədir? Heç bir dəniz, heç bir okean, hətta Şimal Buzlu okean belə dibə qədər donmur. Suyun donan hissəsi belə deyək də, buzu suyun üstündə qalır. Əslində bütün cisimlər soyuyanda sıxılır. Həmçinin su da soyuyanda sıxılır. Amma suda belə bir istisna var. Su müsbət 4 dərəcə Selsiyə qədər soyuyanda sıxılır. Müsbət 4 dərəcəyə qədər soyuyur və sıxılır. Müsbət 4 dərəcədən daha soyuq olduqda isə həcmi başlayır genişlənməyə. Ona görə də həcmi daha geniş olduğuna görə onu təşkil edən zərrəciklər arasındakı məsafə genişlənir, artır. Məsələn, buz. Ona görə də həcmi genişləndiyinə görə o suyun üzərində qalır. Yəni buz, su daha soyuq olduqda artıq buz bağladıqda, yəni suyun səthində qalır. Çünki buz sudan daha yüngül olur, belə deyək. Onda olan məsamələr daha bir-birindən aralı olur, geniş olur. Ona görə də suyun üzərində qalır. Və suda həmçinin dünya okeanında suyun yer dəyişməsi mövcuddur. Məsələn, suyun temperaturu bir qədər aşağı düşdü, məsələn 4 dərəcəyə qədər düşdü aşağı. Axı ən sıx halıdır o. Ona görə suyun aşağısına doğru enir. Yəni 4 dərəcəyə qədər soyuqluqda su sıxlığı artır və daha ağır olur, aşağıya doğru enir. Digər hissəsi suyun üzərində qalır. Yəni həmişə o proses davam elədiyinə görə heç bir okean dibə qədər donmur. Çünki suyun soyuduqca elə bil müsbət 4 dərəcəyə qədər suyun altına enir. Soyuduqca alta enir, üstə qalxır digər hissələri. Ona görə də bu yer dəyişmə baş verir və okean suyu dibə qədər donmur. Tropiklərdə təbii ki, səthdə temperatur daha çoxdur. 1000 metrə qədər temperatur yenə hiss olunur. Belə deyək, yəni qıza bilir. 1000-dən o yana isə artıq temperatur 3-4 metrdə stabil olaraq qalır. Daha sonra suyun dövranına baxaq. Su bilirik ki, atmosferdə su daimi dövran halındadır. Belə ki, suyun iki cür dövranı var. Bir kiçik dövrandır, bir də böyük su dövranıdır. Kiçik su dövranı elə okean, atmosfer və okean arasında olur. Yəni okeandan su buxarlanır, qalxır yuxarıya, orada çevrilir su damcılarına, buluda, yenidən yağın şəklində okeana yağır. Yəni okean, atmosfer, yenidən okean. Bu oldu kiçik su dövranı. Bir də var böyük su dövranı. Böyük su dövranında isə yenə okeandan su buxarlanır, qalxır havaya. Havada bulud yaranır. Bulud gedir materikdə yağıntı şəklində düşür. Daha sonra həmin o sular yerin altına sızır, çaylara qarışır. Yenidən yeraltı su və çayla qayıdır okeana. Bu olur böyük su dövranı. Yəni su okeandan buxarlandı, bulud yarandı, yağış şəklində düşdü. Yeraltı su çayla yenidən qayıtdı okeana. Bu oldu suyun böyük dövranı. Kiçik dövran isə elə su buxarlandı, atmosferə qalxdı, bulud yarandı, yenidən yağış şəklində aşağı düşdü. Bu oldu kiçik su dövranı. Və indi okeanlara ümumi baxaq. Sakit okeanda orta temperatur
19 dərəcə Selsidə ən isti okeandır. Nəyə görə belədir? Çünki ekvatorial və tropik enliklərdə çox geniş ərazi əhatə eləyir. İkinci okean isə Hind okeanıdır. Hind okeanı nəyə görə ikinci yerdədir? Çünki bu ekvatorial ərazilərdə daha ensizdir. Nəyə görə daha istidir? Belə deyək də 17 dərəcə ikinci yerdə deyək. Çünki şimaldan gələn soyuq küləklərin qarşısını Himalay dağları kəsir. Deməli, ona görə də temperaturu yüksəkdir. Sakit okeandan daha aşağı olmasının səbəbi isə ekvatorial ərazilərdə çox bir qədər ensiz olmasıdır. Atlantik okean isə 16-15 dərəcə Selsidir. Bu da nəyə görədir? Çünki ekvatorial və tropik enliklərdə ensizdir. Ona görə də az qızır. Həmçinin şimalda, cənubunda soyuq okeanlar çoxdur. Həmçinin məsələn, Sakit okeanın Şimal Buzlu okeanından o qədər də böyük bir əlaqəsi yoxdur, yəni Bering boğazı ilə əlaqələnir. Amma Atlantik okean böyük bir məsafədə, yəni onunla əlaqəlidir. Cənubdan Antarktida. Yəni ona görə onun temperaturun bir qədər də aşağı olmasına səbəb olub və Sakit okeanda suyun böyük dövranı əsas, daha doğrusu Sakit okeanda suyun kiçik dövranı əsas rol oynayır. Çünki sahəsi böyük olduğuna görə su oradan buxarlanır, bulud yaranır, elə səthinə də yağıntı şəklində düşür. Amma Atlantik okeanında isə suyun böyük dövranı mühüm rol oynayır. Niyə? Çünki ensiz olduğuna görə su buxarlanır, gedir materikə yağıntı şəklində düşür, yenidən qayıdır okeana. Yəni Atlantik okeanı ensiz olduğuna görə böyük dövranda, Sakit okean isə çox böyük olduğuna görə kiçik dövranda mühüm rol oynayır. Şimal Buzlu okeanı isə dünyanın ən soyuq okeanıdır. 0,9 dərəcə Selsidə orta temperaturu və nəyə görə belədir? Əsas ona qütbyanı mövqeyi mühüm rol oynayır burada. Bir də Şimal Buzlu okeanı su dövranında çox zəif iştirak eləyir. Çünki su dövranında iştirak etməsi üçün əsas məsələ buxarlanmanın olmasıdır. Şimal Buzlu okeanda çox soyuq olduğuna görə burada buxarlanma çox zəifdir.